Qusar rayonunda idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği və onların asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Son illər rayonda mövcud idman infrastrukturunun müasirləşdirilməsi ilə yanaşı yeni idman obyektlərinin istifadəyə verilməsi bu sahədə həyata keçirilən ardıcıl dövlət siyasətinin bariz nümunəsidir. Gənclərin intellektual inkişafına xidmət edən növbəti belə layihə Qusar rayon icra hakimiyyətinin dəstəyi və İSFA şirkətinin təşəbbüsü ilə reallaşıb. May ayının 1-də Qusar şəhərinin Nəriman Nərimanov adına İstirahət və Mədəniyyət Parkında əsaslı şəkildə yenidən qurulmuş İSFA Sporting Şahmat Məktəbinin təntənəli açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov qonaqları və tədbir iştirakçılarını salamlayaraq Şahmat Məktəbinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, o cümlədən layihənin təşəbbüskarı və icraçısı olan İSFA şirkətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib. Qusar ziyanlıları, Qusar ağsaqqalları, salam bizim kiçik balalarımız, xoş gəlmişsiniz bugünkü tədbirə. Bütün bugün burada iştirak edənlərin hamısını salamlayıram ürəkdən və uzun ömür hamımıza can sağlığı arzulayıram. Ola bilər kiməsə bugün bizim bu tədbirimiz sahə etibarı ilə, tikili etibarı ilə kiçik görünə bilər. Ancaq biz bunu açıq deyim, hörmətli Samir müəllimlə fikirləşəndə düşündük ki, yəqin bu işin fiziki böyüklüyündən daha çox onun mənəvi bəxşi, mənəvili insanlar üçün daha böyük bir istək, ehtiras verəcək, xüsusilə uşaqlarımız üçün. Və düşünürəm, bura hamının yadındadır. Bura bir balaca çayxana idi. Kişilərdən ibarət bir toplum var idi burada. Sağ olsun, hər kəs işlədirsə, o da etiraz eləmədik etdi. Sonra buranın bu qaydaya saldıq. Və hörmətli Samir müəllim gəldi ki, bizim Şahmat mərkəzimiz, məktəbimiz yoxdur, nə eləyək? Onun üçün biz Samir müəllimlə düşündük və qənaətə gəldik ki, gəlin buranı bu formata salaq və balalarımız üçün, onların gələcək şahmat sahəsində inkişafı üçün bir tövhəmiz oldu. İcra başçısı Zəka oyunu adlandırılan şahmatın rayonda təşviqində və gənclər arasında bu idman növünün geniş yayılmasında yeni məktəbin mühüm rol oynayacağına əminliyini ifadə edib, məktəbin müəllim heyətinə uğurlar arzulayıb. Daha sonra çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkəmizdə şahmata göstərilən dövlət qayğısından ətraflı danışaraq qeyd edib ki, bu yüksək diqqət və qayğının nəticəsidir ki, Azərbaycan bugün haqlı olaraq şahmat ölkəsi kimi tanınır. Ardıcıl dövlət proqramları, yaradılan müasir infrastruktur və gənclərə göstərilən etimad sayəsində hazırda ölkəmizin adı bu sahədə dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada çəkilir. Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli şahmat hakimi Faiq Həsənov federasiya olaraq bölgələrdə, o cümlədən Qusar rayonunda da şahmatın inkişafına dəstək göstərməyə hazır olduğunu vurğulayıb. O, Qusarın şahmat ənənələrindən danışaraq bildirib. Qusar şahmat tariximizdə xüsusi yeri olan rayondur. Burada 2 dəfə şahmat olimpiyadası keçirilib. Bu fakt özlüyündə rayonun böyük şahmat potensialından və intellektual mühitindən xəbər verir. Əminəm ki, yeni məktəb bu ənənəni daha da zənginləşdirəcək. Tədbirdə veteran şahmatçı beynəlxalq dərəcəli usta Həbibulla Ağalarov və digər qonaqlar çıxış edərək yaradılan yüksək şəraitə görə təşkilatçılara və İSFA şirkətinə təşəkkür ediblər. Yeni nəslin rayonun idman ənənələrini layiqincə davam etdirəcəyinə inamlarını ifadə ediblər. İSFA şirkətinin direktoru Samir Xeyirbəyov çıxışında ölkədə idmana göstərilən diqqəti xüsusi vurğulayıb. Prezident İlham Əliyevin idmana göstərdiyi ali diqqət və qayğı nəticəsində bugün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Beynəlxalq arenalarda bayrağımızı ucaldan yeni çempionlar yetişir. Biz də İSFA şirkəti olaraq cənab prezidentin yürütdüyü bu uğurlu siyasətə dəstək olmağı özümüzə borc bilirik. Və sizin hər birinizə təşəkkürümüzü bildiririk ki, əziyyət çəkmişsiniz, gəlmişsiniz bizim bu xoş günümüzdə iştirak edirsiniz. İnşallah bu məktəbdən önümüzdəki illərdə həm Azərbaycanda tanınacaq, həm dünya miqyasında tanınacaq idmançılar çıxacaq. Möhtərəm cənab prezident İlham Əliyevin
idmana və gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində hər il Azərbaycanda idman daha da inkişaf edir, yeni çempionlar yetişir və Azərbaycan dünyada şahmat ölkəsi kimi, idman ölkəsi kimi tanınır. O əlavə edib ki, şahmatın zehni gərginlik tələb edən idman növü olduğunu nəzərə alaraq uşaqların yorğunluğunu çıxartması və fiziki cəhətdən də inkişaf etməsi üçün məktəbin nəzdində basketbol meydançası da yaradılıb. Rəsmi çıxışlardan sonra rayonda müxtəlif sahələrin, o cümlədən idmanın inkişafına göstərdiyi dəstəyə görə İSVA şirkətinin direktoru Samir Xeyirbəyova Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov tərəfindən xatirə hədiyyəsi təqdim olunub. Qusar rayonunda şahmatın inkişafına və gənc istedadların yetişdirilməsinə verdiyi dəyərli töhfəyə görə İSVA Sportingə təqdim olunur. Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov. Bilirsiniz ki, Samir müəllim bizim Qusar rayonunun bir çox layihələrində iştirak edir. Bir daha onu mən təşəkkür edirəm. Yox, biz zəhmət eləməmişik, özü gəlib çıxdı. Elə bilməyin ki, biz zəhmət eləmişik. Yox, özü gəlib, biz ayağı ilə. Daha sonra tədbir iştirakçıları İSVA Sporting şahmat məktəbi ilə yaxından tanış olublar. Burada yaradılan şəraitlə maraqlanıb, müasir inventarla təchiz olunmuş tədris otağına baxış keçirilib. Məşğələlərdə iştirak edən uşaqlarla səmimi söhbətlər aparıblar. Sən nə qədər məşğulsun? Sağ Ben size vermişim, siz verin. Yaxşı. Var, velosipedler de koyacağız. Gene oradan sürün, oynayın. Yaxşı. Salam uşaq. Necəsən? Necəsən uşaq? Ucuza gəlir. Ucuza gəlir doğrudan. Orada basketbol oynayarsınız, tenis oynayarsınız. İştirakçılar həmçinin məktəbin həyətində inşa edilən basketbol meydançası ilə də tanış oldular. Açılış mərasimi bədii öz fəaliyyət kollektivlərinin təqdimatında rəngarəng konsert proqramı ilə davam etdirilib. Bütün Qusarlıları təbrik edirəm. Bu bizim Qusar üçün çox gözəl, əhəmiyyətli bir tədbirdir. Şahmat məktəbi, basketbolla bunu açmaqdan bütün Qusarlıları, bütün Azərbaycan hamısını təbrik edirəm. Uğurlarımız bol olsun. Xeyrbəkov Samir mənə tanıdan olub. Xeyrxah iş görüb. Mən burada şahmat məktəbinin açılışına gənc balaca bizim nəsil balalarımıza müvəffəqiyyətlər arzulayıram. Sağ ol deyirəm ki, belə xeyrxah iş görüb. Şahmat idman növü olsa da intellektual oyundur. Onu sevənlər çoxdur. Mən bu uşaqlara, cavanlara xeyir dua verirəm ki, daha da inkişaf etdirsinlər. Azərbaycanın, sonra da Azərbaycanı dünyanın müxtəlif çempionatlarda təqdim edəsinlər, qalib olsunlar, qələbə qayıtsınlar. Mən 4 saylı tam orta məktəbin şagirdiyəm. Mənim üçün şahmat çox maraqlı bir oyundur. Mən şahmat oynamağı çox sevirəm. Mən fikirləşirəm ki, ən yaxşı istirahətlərdən biri də şahmat oynamaqdır. Şahmat bizim məntiqimizi gücləndirir. Mən ona görə də hər vaxtımı səmərəli keçirmək üçün şahmat oynayıram. Və belə bir yerin açılması mənim üçün çox böyük bir möcüzədir. Neçə yaşın var? 12. Neçə ildir şahmatdan məşğulsan? 6 demək olar. 6 ildir. Hansı məktəbin şagirdisisən? 4 nömrə tam orta məktəb. Necə xüsusən dərslər var? Dərslər yaxşı. Necə bir oyundur şahmat? Şahmat yaxşı bir oyundur. Məntiqi düşüncələr istifadə olunmalıdır. Düşüncəsiz oynadıqda oyunu 3 gedişdə uduzma kimi ehtimallar ola bilər.
Qusarda belə bir məktəbin açılışına necə baxırsan? Müsbət baxıram, əslində belə məktəblərin açılması yaxşıdır. Mən 4 saylı tam orta məktəbin 7D sinifində oxuyuram. Mən şahmat oynayıram. Asudə vaxtlarımda da şahmat ilə məşğul oluram. Mən özüm 5 yaşından, 6 yaşından belə şahmat məşğul oluram evdə. Lakin professional şahmatla 2013-cü ildən başladım bizim şahmat mərkəzində və bu professional şahmatda uğurlarım çox oldu. Bizim müəllimlərimizin sayəsində respublikaya çıxdım, respublika ikincisi oldum, Cənubi Qafqaz çempionu oldum Braille şahmat üzrə və zonalarda, yəni ki, dəfələrlə nəticələr göstərdim. Beynəlxalq yarışlarda da iştirak etmişəm. Nəticələrim var, yüksək nəticələrim var. Çox sağ olsun bizim yeni icra başçımız Sahir Məmmədxanov və İSFA MMC-nin və bu şəraiti bizə təşkil edən Samir Xeyirbəyov təşəkkür bildirirəm ki, bizə belə gözəl bir şərait yaratdı və uşaqlarımızın inkişafına, Qusar şahmatının inkişafına çox böyük töhfə verdilər. Firuz Qayıtmazov, F Production, Qusar.